Deyəcəm, bəlkə də inanmayacaqsınız, amma mən bugün ilk dəfədir ki, küftə bişirəcəm. Bəli, ilk dəfədir. 6 illik evli həyatımda birinci səfərdir ki, mən bu küftəni bişirməyi istəyirəm bugün. Nəyə görə? Çünki hava soyuqdur, fərqli bir şey istədim. Təbii ki, ev yeməyi olsun, daha sonra heç bişirmədiyim bir şey olsun. Ağlıma o dəqiqə küftə gəldi. Təbii ki, bunun üçün mənə nə lazımdır? Yumru düyü, videolardan gördüyüm qədərilə, çünki bişirməmişəm bugünə kimi. Əslində içərisinə alça qurusu deyirlər, əlavə etmək lazımdır. Ancaq məndə alça qurusu yoxdur, onun yerinə gavalı qurusu var. Bilmirəm içinə əlavə etmək olar ya yox. Gavalı qurusu əlavə edəcəm. Bir də ki, belə biraz qiyməm var. İndi o qiyməni qəşəng yoğuracam. Ədviyyatlar falan, hamısının nane qurusu. Bunları əlavə edəcəm. Görək necə alınır. Yəni, heç bir fikrim yoxdur, çünki ilk dəfə edirəm, yenə deyirəm. Və deyilənə görə maksimum bunu yaxşı qarışdırmaq, daha doğrusu belə yoğurmaq lazımdır ki, bu niyə belə oldu ki? Yaxşı yoğurmaq lazımdır ki, bunlar bir-birinə yapışsın. Yəni, elə deyirdilər. Yenə deyirəm, birinci səfərdə belə bir şey edirəm. Və məncə yaxşı olacaq. Məncə. Yaxşı olmasa da özümüzünkilər deyəcək də. Qaynana gəlmir, qaynata gəlmir. Yəni, yoldaşım da mənə uzağı yəni dağılacaq. Qiyməli sup içəcək. Neysə, iptal. Ən gözəli yaxşı düşünməkdir. Məncə olacaq. Olacaq. Sarkök, bunun nəsə rəngin qəribə elədi. Sanki mən sarkök qatmamalıydım. Birində qatırdı, birində qatmırdım. Bir videoya gərək baxıb hazırlayasam. 2-3 dənə video baxanda ağılda 100 dənə şey yaranır və hansı düzdür, hansı səhvdir, inanın ki, aləm dəyər bir-birinə.